İstəyirsiniz həyatınızda bəlalar az olsun, cəmaatla işiniz olmasın. Heç kəsə zülm eləməyin, xahiş edirəm. Nə sözünüzlə, nə dilinizlə, nə əməlinizlə, cəmaatla işiniz olmasın. Birini birdən zarafat eləyərsən, ehtiyatsız, ürəyi sınar, həyata o bəlalar gəlir. Ehtiyatlı olun adamlarla. Biri bir zarafatı başa düşür, biri başa düşmür, birinin xasiyyəti belədir, birinin elədir. Ürəyini sındırmayın, haqqını yeməyin, borclu qalmayın. Mümkün qədər borc aldınız, vaxtında qaytarın, qaytara bilmirsiniz, üzr istəyin də telefonu söndürüb yoxa çıxmayın. Olmaz belə, utandım, utanmaq budur, yəni ehtiyac yoxdur, deyəsən ki, mən imkanım yoxdur. O hamısından yaxşıdır. Allahın xoşu gələr və inayət eləyər sənə. Əlbəttə, borc verən də gərək başa düşsün, adam var, sıxıntıdadır, çətinlikdədir, ola bilər. Bir-birinə güzəşt eləyə, ürək sındırmaya, 5 gün